Salam değerli izleyiciler. İndi sizə 16 Mart 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş ikinci qrup riyaziyyat suallarının icraatını verəcəm. Burada sözsüz bütün sualların icraatını verməyəcəm. Sualların əksəriyyəti birinci qrupla üst-üstə düşür. Eyni suallar olduğu üçün fərqli sual tiplərinin icraatını verəcəm. İndi baxaq. İlk fərqli tip sual hansıdır? İlk fərqli tip sual 7-ci sualdır. Deyir, tənliyin sonsuz sayda kökü olarsa 5n bölünsün n plus n ifadəsinin qiymətini tapın. Tənliyimiz burada xətti tənlikdir. Xətti tənlik ax bərabər b formasındadırsa a0, b də 0 olanda sonsuz sayda həll var. Ona görə necəyik? X-ləri bir tərəfə yıxsaq m kvadratı x üstə gəl n kvadratı x çıx 5x bərabərdir 2m çıx 5. Sol tərəfdə orta vuruq kimi x-i mütərizə xaricində çıxarsaq m kvadrat üstəl n kvadrat çıx 5 vur x bərabərdir 2m çıx 5. İndi burada bu ifadə yenə eyni zamanda bu ifadə bu ikisi 0 olmalıdır ki sonsuza həll olsun. Deməli m kvadrat üstəl n kvadrat bərabərdir 5'ə. Bunu bildik. Digər tərəfdən də 2m də bərabərdir 5. Bunu da bildik. 2000 5'ə bərabərdir. İndi bizdən soruşur 5n bölünsün n plus n ifadəsinin qiymətinidir tapın. 5n bölünsün n plus n ifadəsinin qiyməti. Burada nəyə baxırıq? Mən bu ifadəni yaza bilərəm bu şəkildə. Hətta yazma ehtiyac yoxdur. Burada 5'in yerinə gətirib hər ikisi 5 olduğu üçün belə yaza bilərik. M kvadrat üstəl n kvadrat bərabərdir 2m'in yaza bilərik. Və də rahat çıxacaq. M kvadrat üstəl n kvadrat çıx 2m'in bərabərdir 0. Bu da bizə verir m çıx n'in kvadratı bərabərdir 0. M çıx n'in kvadratı 0 ise deməli m çıx n'in özü 0'dır. M bərabərdir n'ə. M n'ə bərabərdir. Gətirib burada yenə yazsaq 5n bölünsün n plus n'ə. 5n bölünsün 2n. N'lər ixtisar gedəcək. 5'in 2'yə nisbəti 2,5. Yəni doğru cavab olacaq burada C variantı. Sonra növbəti fərqli olan sual 10-cu sualdır. Deyir ki, mərkəzi O nöqtəsində olan çevrədə AC qövsünün dərəcə ölçüsü 72 dərəcədir. Yəni, buranı 72 dərəcə verir bizə. Bizdən soruşur BAC bucağının dərəcə ölçüsü. Yəni, bizdən buranı soruşur. AB diametrdir. AB diametr olduğu üçün çevrəni 2 bərabər hissəyə böləcək. Yəni, 180, 180'ə. Bura 72 olduğu üçün BC qövsü olacaq neçə? 108 dərəcə. BC qövsü də 108 olduğu üçün A bucağı BC qövsünə söykənmiş daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucağın dərəcə ölçüsü söykəndiyi qövsün dərəcə ölçüsünün yarısına bərabərdir. 108'in yarısı 54 dərəcə. Yəni, burada doğru cavab 54 dərəcədir. Növbəti fərqli olan sual 11-ci sual və sual belədir. Bərabər tərəfli ABC üçbucağının A və B təpələrindən onun müstəvisinə uzunluqları 3 metr olan bərabər uzunluqlu AA1 və BB1 perpendikular olaraq çəkilmişdir. AB 2 metr olarsa C nöqtəsi ilə A1 B1 düz xəttinin ortasını birləşdirən düz xəttin ABC üçbucağının müstəvisi ilə əmələ gətirdiyi bucağı tapın deyir. İndi baxaq. Deməli, bizə bərtərəfli üçbucaq lazımdır ilk öncə. Bu olsun bizim bərtərəfli üçbucağımız. Deməli, A, B, C. İndi burada 2 dənə perpendikular çəkəcəm. Deməli, A1, B1. İkisi də 3, 3'dür. Bunu da birləşdirdim bu şəkildə. Yəni, bu perpendikular hər tərəflidir. Yəni, hər tərəfli 90 dərəcə əmələ gətirir bunlar. Yəni, üçbucaq müstəvisində perpendikulardır. İndi deyir ki, bizə C nöqtəsi ilə A1, B1 düz xəttin ortasını birləşdirən.
ortası. Burada, burada deyirəm C, C1 olsun. Yəni burada A, C1 ilə C1 bir bərabərdir. İndi baxaq. Bizdən bunu soruşur, nəyə bərabərdir? Mən C1'i, C1'i AB parçasının ortasından birləşdirsəm, burayla birləşdirsəm, burada belə deyirəm CD, yəni C1D deyirəm. C ilə də D-ni birləşdirəcəm bu şəkildə. C ilə D-ni birləşdirəcəm. Burada düzbucaqlı üçbucaq əmələ gələcək. Çünki AA1, BB1 müstəviyə perpendikular olduğu üçün C1D də müstəviyə perpendikular olacaq. Yəni bura olacaq 90 dərəcə. İndi AB-ni 2 verib. AB 2 isə deməli bütün tərəflər 2-dir. Burada 2-dir, burada 2. Bura 60 dərəcədir. Bura 30 dərəcədir. Bura 1 olacaq, bura olacaq köşkdə 3. İndi bura 3 olduğu üçün burada 3'dür. C1'də də 3'dür. Bizdən də lazım bu bucağı soruşur. Bizdən bu bucağı soruşur. Alfa bucağını soruşur. Bu bucağın tangesini yaza bilərəm. Tangens alfa bərabərdir. Qarşıdakı katet bölünsün bitişik katet. Bu da bərabərdir. Qoşmasına vursaq köşkdə 3 alınacaq. Tangesi köşkdə 3'də alır. Neçədə? 60'da. Yəni tangesi köşkdə 3'ü 60'da alır. Ona görə doğru cavab nədir burada? A variantı. Bu sorular hamısı eynidir. Sorular hamısı eynidir. Fərqli sual yoxdur burada. Vəssalam. Qaldı situasiya sualları. İkinci situasiya suallarına baxaq. Qalan bütün suallar eynidir. Deyir ki, döşəməsinin uzunluğu 12 metr. Döşəməsinin uzunluğu 12 metr. Yəni buranı 12 verib. Eni 6 metr. Buranı da verib 6 metr. Sahanı işıqlandırmaq üçün tavanda 4'ü bənövşəyi, 4'ü ağ olan proyektorlar yerləşdirilmişdir. Yəni projektorlar yerləşdirilmişdir. Müxtəlif projektorlardan düşən işıq şüaları döşəmə üzərində həm bir-birinə, həm də döşəmənin kənarlarına şəkildəki kimi toxunmaqla konqurent işıqlı dairələr yaradırlar. Konsertə 500 tamaşaçı gəlmişdir. İndi baxaq ilk suala. Səhnənin işıqlı dairələrdən kənarda qalan hissəsi səhnənin neçə faizini təşkil edir? Neçə faizini deyir təşkil edir? Burada nəyə baxırıq? Burada baxırıq ki, bir dənə dairənin sahəsini birinci tapmalıyam. İndi baxıram ki, buranı çəksəm, fərqli rənglə çəkək. Bu çəkdiyim bu qırmızı xətt elə düzbucağın eninə bərabərdir. 6. Deməli buraya 3, burada 3 olacaq. Baxırıq ki, bir dənə çevrənin diametri neçədir? 3'dür. Ona görə radius olacaq 3'ün yarısı. Mən burada bir dənə dairənin sahəsini tapsam, S bərabər olacaq pi vur r kvadrat. Pi'ni bizə verib 3. 3 vurulsun radiusun kvadratı. 9/4. Yəni 27 bölünsün 4. Bu bir dənə dairənin sahəsidir. S yazaq, S dairə bilinsin. Dairə, S dairə. İndi 1, 2, 3, 4, 5, 6, 7, 8 tane dairə olduğu üçün saha olacaq. Dairənin ümumi sahəsi 8 vurulsun. 27/4 olacaq. 8 ilə 4 ixtisar gələcək. 1 burada 2. 2 dəfə 27, 54. Yəni ümumi dairənin sahəsi, dairələrin sahələri cəmi olur 54. İndi düzbucağın sahəsini tapıram. 6 vur 12 olacaq 72. İndi 72'dən də 54'ü çıxsam olacaq 18. Kənardakı hissələrin sayıları cəmi olacaq 18. İndi bizə deyir ki, səhnənin işıqlı dairələrdən kənarda qalan hissəsi səhnənin neçə faizini təşkil edir? Yəni 18 72'nin dəyəri neçə faizidir? 18'i 72'ye bölürəm. 4'də 1 hissə edir. Bu da deyir 25%. Yəni burada doğru cavab 25%'e bərabərdir. Sən növbəti suala. Konsertə gələn qadın tamaşaçıların sayının 40%, kişi tamaşaçıların sayının 50%-dən 20 nəfər çoxdur. Qadın tamaşaçıların sayını tapın. Baxın, konsertdə 500 tamaşaçı gəlib. Qadınların sayına x desəm, kişilərin sayı olacaq 500 çıx x. İndi bizə deyir ki, konsertə gələn qadın tamaşaçıların sayının 40%, yəni x-in 5'də 2 hissəsi, 5'də 2 hissəsi, kişi tamaşaçıların sayının 50%-dən 20 nəfər çoxdur.
50% yarıdır. Yəni kişilərin yarısı 50%-dən, yəni 2 bir hissəsindən deyir ki, 20 nəfər çoxdur. Yəni bunun üzərinə 20 gəlsəm, qadınların sayını verəcək. 5 ilə 2-nin ərkəbu 10-dur. Hər tərəfi 10-a vursam, sol tərəfi 10-a vuranda 4x alınır. 4x. Sağ tərəfi 10-a vuranda burada 5 vurulsun 500 çıx x. Burada 10-a vuranda 200 alınacaq. 4x bərabərdir 2500 çıx 5x üstə gəl 200. Buradan alır 9x bərabərdir 2700-ə. X bərabər olacaq 300. Deməli, qadın tamaşaçıların sayı 300-ə bərabərdir. Keçək növbəti və sonuncu sualımız buradakı. Deyir ki, səhnəni işıqlandıran projektorların yerlərini dəyişdirmək üçün təsadüfən ikisi seçilir. Onlardan birinin ağ, digərinin bənövşəyi rəngli olması açısından ehtimalını tapın. Baxın, 4-ü bənövşəyidir, 4-ü də ağ. İkisini seçməliyəm. İkisini. Baxın, mən seçirəm burada, yeri dəyişmirəm. Sadəcə ikisini seçməliyəm. İndi fikirləşə bilərsiniz ki, bu permutasiyadır. Bu permutasiya deyil, bu kombinizondur. Mən seçirəm sadəcə. Yer dəyişmək üçün ikisini seçəcəm. Ondan sonra yer dəyişəcəm, o başqa məsələ. Sadəcə seçirəm yer dəyişmək üçün. İndi 8 dənədir, ümumi 8 dənə. İkisini seçməliyəm. Kombinizon 8-dən 2. Sonra onların içərisindən birini ağ seçməliyəm, digərinə bənövşəyi. Deməli, əlverişlərin sayda olacaq. Kombinizon 4-dən 1 vur kombinizon 4-dən 1. Bu da bərabərdir. Hərəsindən birini seçdim. Kombinizon n-dən 1 n deməkdir. Kombinizon 4-dən 1 4. Kombinizon 4-dən 1 4. Kombinizon 8-dən 2 8 vur 7. 2 vur 1 kimi yaza bilərik. Sürətdə alınır 16. Məxrəcdə alınır 28. 4-ə ixtisar eləsək olacaq 7-də 4 ehtimal. Yəni doğru cavab burada 7-də 4-ə bərabərdir. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Digər sualların izahı da birinci qrupla eyni suallar olduğu üçün birinci qrupun videosuna baxıb öyrənə bilərsiniz.